Əsmər xanım, xoş gördük sizi Antalyada. Böyük bir forumda iştirak edirsiniz. Mədəniyyət işçiləri üçün bir bayramdır sanki. Biz onlarla söhbət eləyirik, bəli bir bayramdır. Sizə hansı cəhətdən, hansı tərəfdən bu forum maraqlıdır? Birinci, sənət, mədəniyyətdən söz gedir. Özü də bütün dünyadan gələn Azərbaycanda bir-birini görürlər, tanış olurlar. Çoxsunu sən eşidirsən, onların adlarını eşitmirsən, amma belə də görməmişsən. Sonra da mənim üçün çox vacib idi ki, sənətkarlar gəlsinlər tək özləri yox, öz əl işləri ilə, öz tabloları ilə, öz heykəlləri ilə. Və yaxşı oldu ki, biz beləcə bir balaca bir qurbanı bir sərgi biz burada qurduq dünən. İndi də sizə o konferansdan sonra ürəyim belə gözəl hisslər keçirdi. Ona görə ki, çox gözəl sözlərimiz eşitdik quruluşçulardan, Təşkilatçılardan. Çox əsas fikirlər eşitdik. Özü də gələn günlərdə bizdə fikirlər var, biz onları da deyəcəyik. Gələn projektlər olsun bizim aramızda, o birisi ölkələrlə necə deyim, sərgilər bir yerdə olsunlar, o birisi ölkələr fikirləşsinlər, gözəl bir projekt olsun bir yerdə. Məncə maraqlı olacaq. Gələn dəfə biz Azərbaycana da biz gedək, belə bir formatda toplaşaq, bir yerdə öz fikirlərimizi söyləyək, danışaq. Daha geniş olsun bizim ətrafda olan... Getdikcə əhatə dairəsi böyüyür. Onsuz da daha çox ölkədən maraq göstərirlər. Qeydiyyatdan keçənlər də çoxdur. Kimlərləsə müzakirə etmişsiniz yeni layihələri ki, gəlin bu layihələri edək? Bəli, fikirləşirik, danışırıq. İndi Qalib vardı bu, o Polşada yaşayır, o rejissordur. Sonra da video artları yaradır, rəssamdır. O birisi rəssam Rasim, o da İspaniyada yaşayır. Onların bir yerdə projekti olmalıdır. Mən fikirləşirdim bir neçə ay bundan əvvəl ki, onları tanış edeyim. Ondan tanış oldular onlayn formatda. Amma indi onlar belə tanış oldular, gördüm ki, onların eyni zaman böyük projektləri var, fikirləşirlər, nəsə eləsinlər bir yerdə. O birisi rəssamlarla biz, Allah qoysa, biz də aramızı daha geniş formada biz onu izah edəcəyik. O biraz vaxt alacaq, amma çox maraqlıdır. Ona görə ki, Azərbaycanla ürəyimiz, canımız, fikirlərimiz həmişə bağlıdır. Biz istəyirik ki, bizim ölkəmiz daha gözəl formada bütün dünyada tanış olsun. Ona görə də biz necə gücümüz, necə bacarırıq, biz onu edirik. Kimin əlində bir sənət varsa, o istəyir Azərbaycanı tanıttırsın, təmsil etsin, tanıttırsın. Təmsil etsin. O çox əsas bir işdir. Mən çox şadam ki, belə layihə quruldu, belə tədbir oldu, çox gözəl insanlar gəldi bütün dünyadan. Sizi də gördüm. Çox sağ olun belə bir dəvətnaməyə. Biz neçə ay bundan əvvəl Romada görüşdük. Fuad müəllim bizə belə təkliflər dedi ki, siz qurun bir komitə olsun. Biz komitəni də Cəmil Məsud müəllimlə, Cəngir müəllimlə biz qurduq. O bizim sədrimiz oldu, bir neçə nəfər. O birisi ölkədən Hədicə oldu, musiqi ilə bağlı. Sonra mən Cəmili Amerikadan, mən Parisdən, Leyla Praqadan fikirləşirdik belə bir tədbir olsa, biz burada sərgiləri də göstərək, konsertdə olsun, bizim tanımış musiqiçilər, rəssamlar hamı bir yerdə olsa, onlar öz sənətini də göstərəcəklər, ətrafda olan ölkələr burada eşidəcəklər, lap yaxşı olacaq. Belə də oldu. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun sizə. Sağ olun.